Layihəmizin növbəti qonağı mütəxəssis kardioloq doktor Vüsal Xəlillidir. Doktor, xoş gəlmişsiniz. Bugün sinə ağrıları və onlara yanaşma haqqında danışacaq. Buyurun doktor. Xoş gördük Elvin doktor. Əvvəlcə bu layihə haqqında bir neçə söz demək istərdim. Həqiqətən yaratdığınız layihə gözəl layihədir. İnşallah davamlı olar. İnşallah digər mütəxəssislər də burada sizin çəkilişləriniz olar. Həqiqətən maarifləndiricilik cəhətdən çox önəmli bir layihədir. Çünki hər kəsin maariflənməyə ehtiyacı olduğu bu dövrdə bu kimi layihələrə önəm vermək. Çox sağ olun. Təşəkkür edirəm doktor, xoş sözlərinizə görə. Doktor, izinizlə suallarımıza keçərik. Sinə ağrısı dedikdə nə nəzərdə tutulur? Sinə ağrısı dedikdə biz kardiologiyanın əsas, həm kardiologiyanın, həm də digər həkimləri maraqlandıran, ən əsas da təcili yardım həkimləri maraqlandıran sinə ağrısı. Sinə ağrısı önəmi nədən ibarət? Sinə ağrısının önəmi ondan ibarətdir ki, xəstə daxil olan kimi biz onun diferensiyasını, ağrını xarakterizə etməklə, işemik və yaxud da ki, non-işemik səbəbləri sürətli aid etməklə bir vaxt qazanırıq. Ona görə sinə ağrısını tanımaq, ona yanaşmanı düzgün etmək önəmlidir. Sinə ağrısı bizim bildiyimiz kimi tipik döş qəfəsi, döş sümüyü arxasında meydana gələn diskomfort hissidir. Hansı ki, bu diskomfort hissi tipik və atipik şəkildə meydana çıxa bilər. Tipik şəkildə meydana çıxan ağrı əsasən döş sümüyü arxasında sıxılma, yanma, təzyiq hiss etmə kimi şəklində başlayıb, bu sıxılmanın, yanmanın, göynəmənin sol qola, çənəyə, bəzən epiqastral nahiyyə irradiasiya etməsindən ağrının hərəkətlə, fiziki işlə, həyəcan və streslə tətiklənməsi, bu faktorlar aradan götürüldükdə ağrının sakitləşməsi və ağrının müddətinin bir neçə dəqiqədən 10 dəqiqəyə qədər davam etməsi bu ağrının tipik xarakterləridir. Atipik xarakterləri əsasən bu saydığımız əlamətlər kimi deyil də, daha çox tənginəfəsliklə, bayılma ilə, bəzən patoloji yuxululuqla meydana çıxır. Bəzi xəstələrdə kürək ağrısı kimi də meydana çıxır. Bu əsasən atipik simptomları olan xəstələr, uzun müddətli diabetik xəstələr, yaşlılar və qadınlardır. Bu ağrının xarakterizə edən əlamətləri tanımaq sinə ağrısını tanımağın əsas üsullarındandır. Doktor, çox təşəkkür edirik belə ətraflı dolğun cavabınıza görə. Tamaşaçılara da çox buradan yararlanacaqlar. Çox önəmli bir mövzuya toxunduğunuz üçün, seçdiyiniz üçün sizə xüsusi təşəkkür edirik. Ən önəmli mövzulardan biridir və bu mövzu haqqında belə gözəl şərhlərinizə görə təşəkkür edirik. Növbəti suala keçmək istəyirik. Sinə ağrısının kardiyak səbəbli olub-olmadığını diferensiyasiya etmək məsələsi ilə bağlı bu haqda nə deyə bilərsiniz, doktor? Sinə ağrısının kardiyak səbəbli olub-olmasını müəyyən etmək üçün bir neçə xarakterinə fikir vermək lazımdır. Bunlardan ən birincisi ağrının xarakteridir ki, işemik ağrılar əsasən əvvəldə də qeyd etdiyimiz kimi xüsusi bir lokalizasiyası vardır. Bunlar hansılardır? Döş sümüyü arxasında başlaması, sol qola, çənəyə, epiqastral nahiyyə irradiasiya etməsi bu ağrının işemik kökənli olduğunu göstərən əlamətlərdir. Non-işemik olduğunu düşündüyümüz ağrılar əsasən iynə batması kimi, bıçaq batması kimi, bir barmaqda lokalizasiya olunan ağrılar, bir barmaqda lokalizasiyanın keyləşmə kimi, ağrı olmadan sol qolda keyləşmə, barmaqlarda keyləşmə kimi əlamətlər əsasən ağrının non-işemik xarakterli olduğunu göstərir. Digər bir növ isə ağrının lokalizasiyadır. Ağrının lokalizasiyası da önəmlidir. Xəstələr çox vaxt atipik şəkildə sol döş qəfəsi, sol məmə altı nahiyyə, sol qolda bir barmağın ağrıması kimi şikayətlərlə başvururlar. Bu ağrı şikayətləri əsasən xəstəliyin non-işemik səbəbli olduğunu göstərəndir. Non-işemik. Non-işemik. Yəni, ağrının lokalizasiyası da bunun işemik və non-işemik xarakterini ayırt etməyə kömək edən əsas meyarlarından biridir. Digər
meyarlarından biri ağrını provokasiya edən faktorlardır. Hansı ki, ağrını provokasiya edən faktorlar, yəni işemik olduğunu düşündüyümüz ağrıları daha çox həyəcanla, stresslə ortaya çıxan və yaxud da fiziki aktivlik zamanı yaranan, hər hansısa bir fiziki iş zamanı yaranan ağrılar işemik olduğunu düşündürür. Daha